Ukrayna ordusu Rusiyanın Grozny şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib. Ukraynanın Exelenova Plus Telegram kanalı hücum anının əks olunduğu iddia edilən video görüntülər yayıb. Məlumata görə ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci Qvardiya Motatıcı Diviziyasının ərazisinə düşüb. Digər puanın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir. Ukrayna ordusu bundan öncə Cənubi Rusiya Aeronavigasiyası filialının inzibati binasına dron zərbəsi endirib. Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb. Həştərxan, Vladikavkaz, Volqaqrad, Gelencik, Grozny, Krasnodar, Mahaçkala, Maqas, Mineralnaya Vady, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb deyə məlumatda deyilir. Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar. Atəşkəsə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin davam edən dron zərbələrinə görə Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Ukrayna tərəfindən xüsusi hərbi əməliyyat zonasında 1365 atəşkəs pozuntusu qeydə alınıb. Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat zonasından kənarda hava hücumundan müdafiə qüvvələrinin Ukraynanın 390 dron və 6 Neptun raketini vurduğunu açıqlayıb. Bu şərtlər altında Rusiya Silahlı Qüvvələri atəşkəs pozuntularına eyni şəkildə cavab verib. Onların reaktiv yayılım atəşi qurğusu, artilleriya və mina atan atəş mövqələrinə, həmçinin komanda məntəqələrinə və PUA-ların buraxılış məntəqələrinə zərbələr endirilib deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, Rusiya mayın 8-i saat 00:00-dan mayın 10-na qədər bir tərəfli atəşkəs elan edib.